Prezident İlham Əliyev yalnız Cənubi Qafqaza görə narahat deyil. Hörmətli tamaşaçılar, istərdim ki, biraz da Bakını regionun başqa paytaxtları ilə müqayisə eləyək. Bir düşüncə mərkəzi, beynəlxalq siyasi, iqtisadi təfəkkürlər megapolisdəki oynadığı rol kontekstində az qalayda bir dəfə beynəlxalq təyinatlı, minimum 3 respublikanın, maksimum planetin taleyinə təsir edən mötəbər tədbirlər keçirən Bakı ilə yaxın uzaq paytaxtların heç biri müqayisəyə gəlmir. Niyə belədir bu? Ona görə ki, Bakı artıq strateji əhəmiyyətə, beynəlxalq təyinata malik, geopolitik prezidiuma çevrilmiş ünvan kimi etiraf olunur. Bakı prosesləri, Bakı platforması, Bakı konfransı, Bakı artıq səhnə deyil, geosiyasi lojadır, müəllifdir, aktordur əlbəttə, amma daha çox özü tərtibatçıdır, senaristdir, mizanı özü qurur, özü rejissordur. Bakı situasiyanı özü yaradır. Bəli, bugün bu belədir. Yeni Azərbaycan, İlham Əliyevin Azərbaycanı belədir. Yenə də icazənizlə geri qayıdacağım. İstəyirəm ki, zamanın o başını da görək. Cəmi 32 il ərzində Əlahəzrət tarixdən ötürü bu olduqca qısa zamanda nail olduqlarımızı heç olmasa yarıyadək dərk eləmək üçün ən yaxın tariximizə qayıdaq. Arkadaş! Bu tarixdir, dünən olanlardır. İt aşı kimi qarışan ərazi və əhali yığını, xarici dövlətlərin maraqlarına qulluq eləyən yerli qulbeçələr, qarabaşlar, kütlənin avamlığına hesablanmış addımları ilə Azərbaycanı yox olmağa sürüklüyürdülər.